Deyir ki, Allah bəndəsinin tövbəsindən necə sevinir? Sonsuz bir adam, uşağı olmayan, övladı olmayan adam neçə ildən sonra birdən-birə xəbər verərlər ki, sənin övladın olacaq, necə sevinir? Allah ondan çox sevinir. Və minəz-zallil vacid. Deyir ki, bir insan itirib yolunu, itirib də azıb səhrada və salamda həlak olacaq, itirib yolu. Birdən-birə görür ki, kəndi görsəndir, məsələn, tanış bir yer görür. Az qalır qorxudan ürəyi partlasın, itirmişdi, yolu tapanda necə sevinir? Məsələn, susuz səhrada, biraz qalsa öləcək, vəhşi heyvanlar. Necə sevinir? Allah dili ilə sevinir. Biz görürük tövbənin arxasında olan Allahın o qarşılamasını. Nə üçün Allah sevinməsin ki, bəndəsinin tövbəsinə? Allah eşqi ilə zərrə-zərrə səni yığıb yaradıb. Biz elə bilirik ki, hakim də oturub orada, hərdən özümüzü müdafiə edirik. Mən həmişə deyirəm ki, sən get müdafiə eləmə özü. Dinən ki, mən çox səhv eləmişəm, özünü qına, bəhanə gətirməyə qalanda o, sənin üçün səndən yaxşı bəhanələr gətirəcək. Sən dinən, mənə heç bir bəhanə yoxdur, heç bir üzrüm yoxdur, mən elə günahkaram. Allah deyəcək, ay, amma yox mənim mələklərim, bilirsiniz bu niyə? Belə adam deyil, bu filan səbəbdən belədir. O səbəbləri səndən yaxşı o bilir. Bəhanələri o sənin üçün gətirəcək. O qarşı tərəf deyil ki, sənə əzab versin, o sənin tərəfindədir. Sənin adamındır belə deyə də, Allaha adam deməzləri, sözlər azizdir deyə məcburam bu şeylərdən istifadə edeyim.